videoma xoş gəldiniz. Mən Zivər. Dostlar, bugün sizinlə birlikdə axşam rutini vlog çəkirəm. Bugün bütün gün ərzində nə videosu çəkim deyə düşündüm və ağlıma ən sonda axşam rutini videosu çəkmək gəldi. Ona görə bugün axşam videosu çəkirəm, yəni axşam rutini videosu çəkirəm. Əslində indi tam da axşam deyil, hətta saatı deyim sizə. Saat dostlar 4-ə qalır. 10 dəqiqə sonra 4 tamam olacaq. Mən isə qardaşımı birazdan dərsdən götürəcəm və sizinlə birlikdə eləyəcəm təbii ki də. Axşam videosu çəkirdimsə, bunu da videoya əlavə eləmək istədim. Belə yəni. Saat indi 4-dür. Tam da axşam deyil, amma indidən başlamaq istədim. İndi dostlar, saçım üçün yağ istifadə eləyəcəm. Son 2 gündür səhv eləmirəmsə, saçımı heç daramıram. Bilirəm, biraz fərqli səslənir, amma həqiqətən də 2 gündür saçımı daramıram. Saçımı 2 gün öncə yudum, amma heç daramadım. Çünki dostlar, daradığım zaman saçımın forması gedir, yəni çox pis bir hala qalır. Saçı qıvırcıq olanlar ya da dalğalı olanlar nə demək istədiyimi anlayacaq. Saçınızı daradığınız zaman saçın o formasının getməsi və qabarması anlayanlarınız olacaq aranızda, bilirəm. Məndə də eyni vəziyyətdir. Ona görə saçımı sadəcə yağlayıram və belə də istifadə edirəm saçımı. Əsası istifadə eləmək olur. Oldu. Baxın. Əgər darasaydım, indi saçım qabarıq bir şey olacaqdı. Bu arada istifadə elədiyim yağ bu yağdır. Pantene. Bunu uzun zamandır istifadə edirəm. Səhv eləmirəmsə 2023-ün qış aylarında istifadə eləməyə başladım. Belə. Hardasa 2 ildir ki istifadə edirəm. Tam 2 il deyil. 2 il az qaldı da, yəni. 2 istifadə edirəm. Çıxdım indi balkona. Hava bayağı küləklidir. Birazdan da çıxacağım zaten. Gedəcəm məktəbə. İndi saat 6-nın yarısıdır. Yarım saat sonra isə evdən çıxacağım. Havada belədir. Soyuq, küləkli. Dediyim kimi dostlar, yarım saat sonra evdən çıxacağım. Belə. Video çəkdim. Qoyaram bura. Baxarsınız. Çıxdım balkona dostlar. Gördünüzsə də video çəkdim. Yağış yağır deyə. İnana bilirsiniz, yağış yağır. Yağışın yağmasını heç sevmirəm. Əslində sevirəm, amma bu ay yağış ayı deyil, yəni. Ona görə indi heç sevmədim. Amma az yağdı yağış, çox yağmadı. İndi nə geyinəcəyimi göstərirəm. Üstümə bu qalacaq. Bu cropdur. Bunun üstündən bunu geyinəcəm. Bunu mən əslində almışdım məktəb üçün. Bu il başlayanda aldım. Məktəbdə geyinəcəkdim də. Geyindim məktəbdə, sadəcə bir neçə dəfə geyindim və çox pis olduğunu anladım. Yəni məktəb şalvarı ilə bu heç uyumlu deyil. Yubka ilə yenə bəlkə, amma məktəb şalvarı ilə heç uyumlu deyil idi deyə artıq geyinmirəm. Bu arada məncə bununla da soyuq olacaq mənə. Neysə, elə hiss elədim. Hava soyuqdur biraz. İndi şalvar geyinəcəm. Dostlar, sizə dedim mən bunu geyinəcəm. Vaz keçsin, bunu geyinmirəm. Bilirsiniz nə geyinəcəm? Məktəbə geyindiyim şey var bu. Bunu normalda məktəbə geyinirəm. İndi geyinmək qərarına gəldim. Saat indi dostlar 6-ya qalır. Gedirəm. İndi dostlar çıxdım evdən. Gedirəm. Hava o qədər də soyuq deyilmiş. Sadəcə biraz yağış yağır. İndi biraz daha çoxaldı. Bir də biraz sərinliyi var havanın. O qədər. Çox da soyuq hava deyil yəni. Yağış yağmasa daha yaxşı olardı, amma qəşəngdir hava, sərindir. Qəşəngdir. Yağış yağır, amma yağış soyuq yağış deyil. Yaxşı bir yağışdır. Belə. Bu arada məktəbə çatıram. Keçən videomda dediyim
ara yolların birindeyim. Keçən videomda demiştim. Ara yollarla məktəbə gedirəm. Sizin də ara yolunuz varsa ara yolla gedin. Gedirəm. Çatıram. Ama biraz tez çatdım. Saat indi 18:14'dür. Mənim qardaşım saat 18:45'də dərsdən çıxır. Belə. Gedirəm. Nəysə, qardaşımı dərsdən götürdüm. İndi gedirik marketə. Zıvı tıramı. Bizdə elə şey yoxdur. Yazı. Gel buradan. 10 qəpiyim oldu. Gedirik. Üşüyərsən, üşümürsən? Doğru Ya, değil mi? demə. Bro, bu haqda nə düşünürsən? Bu haqda nə düşünürsən? Yol. Bunu mu istiyorsun? Qiyməti 1 manat 70 qəpik. Dəyər mi? Dəyməz. Olur mu? Ondansa bu daha yaxşıdır. Məncə. Ya da bu daha yaxşıdır. Senin bağırışında. Başıma daş düşsün. Sənin də. Oo, nə şirindir bunlar. Allah. Merry Christmas. Ana. Aa, bu nədir? Bunu nə istəyirsən? Məncə bunun adı qəşəng deyil. Niye? Məncə qəşəng deyil. Məncə qəşəng deyil bunun adı. Özüme al. Niyəsə belələrinin adı qəşəng olmur. Gelin yiyin. Yağlı. Adamı. Ubeyiz adam. Yıldırım. Yıldırım. Kamerada bulutlar boz renkte görünür ama normalde mavi renkte. Niye belədir? Ora baxın. Oh my god. Niye belə oldu? Axı bizim Oy. Neyse. İldırım saxır dostlar. Hal-hazırda çöldə ildırım var. Yeni oldu. İldırım. Qəşəng deyəsinlər. Prosta biraz qorxuram mən. Qorxuram cidden böyle qorxuram. Amma qəşəngdir. Deməli dostlar, otağımda oturmuşdum və video montajlayırdım. Çünki boş vaxtım var hal-hazırda. Heç nə eləmirəm. Dedim video montajlayayım və bir anda yağış yağmağa başladı. Sesini eşidirsiniz. Sesinə baxın. Eşidirsiniz. Alnımı niyə seçirəm? Ay nə bilim. Neysə. Belə yəni çöldə də yağış yağır. Belə. Saatı da deyim hətta sizə. Saat 20:28-dir. Yəni 9 işləyir.